Good evening, everyone. Akşamınız xeyirli It olsun. is great to be together, isn't it? Həqiqətən bir araya As we were gəlməyimiz çox worshiping gözəldir. tonight, I couldn't help, I just couldn't Birlikdə help but istayiş think edərkən düşünürdüm. how Bu fikir məni frustrated buraxmırdı the devil ki, must nə be. qədər düşmən məyus That olub, we are dilxor olub gathered together ki, biz again for yenə another də bir araya yığışmışıq, Maybe konfransa he was gəlmişik thinking və bəlkə among iblis düşünürdü principalities and powers, ki, no, I think havadakı we knocked rəisləri them ilə out. birlikdə. Yox, I think biz we onları hit them enough vurmuşuq, times that ona görə they're just not gonna yerdədirlər. do it anymore. They're gonna be too Artıq worn qalxa out. bilməyəcəklər, çünki Too onlar tired. yorulublar, We knocked them ruhdan down. They won't düşüblər, get biz up onları again. vurmuşuq, But praise God, yerə we always döşəniblər. get up Amma again when we Tanrıya get şükür knocked down, olsun don't we? ki, biz hər We zaman get knocked vurulanda down, yenə but də we ayağa just don't get qalxırıq. knocked out. Bəli, yıxılırıq, amma So that's the səhnədən invitation to anybody gezmirik. that doesn't like us. Keep Knockdown trying to və knock us knock out, out and we'll just keep söhbətidir. getting back up. Və əgər kimsə düşmənlərdən çalışsa bizi knocked out Lord, bless eləsin, these yəni səhnədən çıxarsın, introductory thoughts tonight in bilsinlər ki, Jesus' biz yenə də precious qalxacağıq. name. Rəbb İsa'nın Amen. müqəddəs adına dua edirik, Atacan. Bu sözə xeyir dua Pastor ver. Schaller Amin. shared this morning Pastor Şali bugün with səhər the pastors in pastorların his, toplantısında just çox some gözəl great bir thoughts that he sözlə shared, bölüşdü. but three things he Maraqlı bir mentioned. fikir. Üç şeyi qeyd He etdi said pastor. that O dedi, it's because of our message o dedi ki, bizim that we are bölüşdüyümüz here söz var this ha, week. mesaj. Bax, məhz bu mesaja görə What's biz the buradayıq message? kilsədə. Və mesaj The nədir? cross. It's finished. Çarmıq, That's our bitirilmiş message. iş mesajı. Budur And then bizim he said, and dediyimiz that söz. message Sonra produces pastor Şali body dedi life. və bu mesaj What we're Məsihin experiencing bədəninin here this həyatını yaradır. Və What bu we've already həftə biz enjoyed bu beginning, həyatı Sunday and təcrübədə all the way yaşayırıq. through to today, Bazar and go günündən through the rest başlamışıq, of the week. dünən, bugün və həftənin sonuna then qədər body bu life bayram aba-havasını leads yaşayacağıq to going bədən into all həyatını. the world Və bədən and həyatını preaching the yaşamağımızın nəticəsində də biz There's- sonra da there's növbəti something to be məqam said about those gedirik three. dünyaya You know, müjdəni bölüşməyimiz starting üçün. with the message, Bu because üç none of şey us would be mesajla başlayır. energized. Çünki None of us would içimizdə still be bir here enerji yoxdur. if it were not Heç for the birimizin message. mesajı, I remember Tanrının as sözünü a lost eşitmədən bura teenager in yığışmağımıza the world səbəb without yoxdur. Christ, Və I mən remember with keçmişdə my friends, you know what we used to yeniyetmə do? idim, dünyada itmiş On vəziyyətdə idim. weekends we Və used to bilirsiniz biz nə search edirdik for uşaqlarımızla, tartışmalarımızla? Biz axtarırdıq o hallucinogenic drugs. müəyyən bir narkotik var, o iynəməli olan narkotik var. Asid ona deyilir, yəni turşular. Və bilirsiniz nə qədər həyatımız dəyişib. Mən dostlarıma dedim ki, indi biz anti-asid, yəni turşuya qarşı deməli şeylər axtarırıq. Qabaq narkotik Once olaraq it was acid, now o it's acid kislataları reflux. axtarırdıq. İndi isə biz bu kislataya So qarşı don't olan tell me reflux God olan, hasn't ona changed our əks lives. təsir göstərən, We deməli, know he həyat has. verən, deməli, All because maddəni of his grace. Tanrının 1 sözünü axtarırıq. Samuel chapter 30. Və bu da Just a few bizim yeni thoughts həyatımızdır. Bir neçə fikirlə bölüşmək from istərdim. that Bu da chapter Şamuelin tonight. We're all familiar birinci with this kitabından chapter, I gəlir, think, in a good 30-cu sense. fəsil. And if you Məncə know hamımız that, bu I hope fəsillə that you get a tanışıq. chance to look at Əgər it. tanış deyilsinizsə, And it's the lütfən bu story, of imkandan course, of istifadə David and edin. his men 1-ci Şamuel when they 30-cu fəsli returned from a oxuyun. battle Burada hekayə Davud their haqqındadır city, və which was onun called sərkərdələri, Ziklag. onun əskərləri ilə The birlikdə onlar Amalekites had invaded qaydırlar from the Ziqlaqa, south. Ziqlaq And adlı əraziyə. Ziklag, and they Və had smitten Ziklag, burned it, but they took Amaliklilər də birinci bəndə baxsaq, deyilir ki, onlar gəlib Ziqlaqa hücum etdilər və Ziqlaq şəhərinə od vurub yandırmışdılar. Və bu fəslin düz başlanğıcından görürsünüz ki, necə Tanrı bu cür deməli, düşmənlərin hücumuna qarşı bir tədbir görür. Burada Davud çox vaxt bu düşmənlərə qarşı mübarizə apararaq onlara qalib gəlirdi. Amma bu fəsli oxuduqca görür ki, bu Amaliklərə qarşı olan bir məqamdır. Və bu da maraqlıdır ki, Şaul padşah Tanrıya itaatsiz oldu. Tanrı demişdi Şaul padşah hökmranlıq edəndə ki, Amaliklərin hamısını qırsın, vursun, dağıtsın. Əgər vurub qırıb dağıtsaydı Şaul Amalikləri, biz bu hekayəni bəlkə oxumazdıq. Amma o Tanrıya itaatsiz etdi. Tanrı Amaliklərin qənimətindən ən yaxşısını saxladı, padşahını, mal qarasını saxladı və Tanrının dediyi sözə xor baxdı. İndi nəticədə Davud burada yenə də Amaliklərlə üzləşir. Amma heyrətamizdir ki, bu Amaliklilər Ziqlaqı vurub dağıtdılar və deyilir ki, qadınlardan heç kimi öldürmədilər, amma böyükdən kişiyə qədər hamısını əsir edib, öz yolları ilə geri qaytardılar. Yəni, özləri ilə birlikdə apardılar. Amma Davudla birlikdə onun adamları gəldilər şəhərə, 3-cü bənddə və gördülər ki, şəhər yandırılıb və onların arvadları, oğul və qızları əsir aparılıb. Və sonra oxuyuruq ki, 6-cı bənddə Davud bir ürəyi çox sıxıldı. O qədər ürəyi sıxıldı
ki, adamlar onu hətta daşqalaq etmək istəyirdilər. Və bu cür vəziyyətdə özün haqqında düşünsən, deyərsən ki, niyə görə sən belə bir vəziyyətdə? Sən niyə görə bu başımıza gəlib düşünə bilərsən? Və dərhal onlar rəhbərə baxırlar, adamlar və Davuda ki, yəqin ki, biz belə bir vəziyyətə düşməzdik əgər sənə görə bu baş verməzdi. Nəyə görə sən Ziqlaqı buraxdın, qadınlarımız, uşaqlarımızla birlikdə? Sən günahkarsan, təqsirkar sənsən. Və Davud da indi bu cür qarmaqarışığın içində onu daşqalaq etmək istəyirlər. Amma çox xoşuma gəlir sonra nə yazılır burada. Davud bəs nə edir? Onlar Davuda daşqalaq etmək istəyirlər. Davud da deyə bilərdi ki, bir dəqiqə mənə imkan yaradın ki, mən çadırıma girim, sonra çadırdan aradan çıxım, öz canımı qurtarım. Yox, amma Davud belə etmir. Burada Davud dərhal bəzən Tanrının bizdən istədiyini etdi. Burada deyilir ki, 6-cı bəndin sonunda deyir ki, lakin Davud Allahı Rəbdən qüvvət aldı. Və bu cür həftə ərzində konferansda olduğumuz zaman biz Rəbdən qüvvət almağı çox asanlıqla ala bilirik. Ruhlanırıq və başqalarını ruhlandırırıq. Amma həyatımızda elə vaxtlar da olacaq və biz bunu çox yaxşı bilirik. Əslində, keçən gün mənimlə bu baş verdi. Həyatımın çox aşağı bir vəziyyətində idim. Bəzən biz hamımız o vəziyyətə düşürük. Çox dilxor idim və başladım bütün deməli, siyahıya almağa ki, mənim problemlərim, çətinliklərim nədən ibarətdir. Sanki bu siyahı bitmirdi. Sonra müqəddəs ruh sanki mənə danışdı. Dedi, bəs niyə görə sən özünü Rəbdə qüvvətləndirməyəsən axı? Ay, John. Və mən dedim, yox, niyə görə mən özümü Rəbdə qüvvətləndirməliyəm? Bir növ sanki müqəddəs ruha belə cavab verirdim. Bu mənim işim deyil. Mənim işim başqalarını ruhlandırmaqdır. Və müqəddəs ruh sanki deyir, ax, indi John, həmin o vaxt gəlir ki, sən özün özünə deyəsən o sözləri ki, adətən başqa insanlara deyirsən onların ağır vəziyyətlərində. Və mən də düşündüm. Yaxşı, bu müqəddəs kitaba söykənən bir fikirdir və mən edəcəm və bunun təsiri oldu. Elə necə ki, Davud özünü Rəbbi Allahında qüvvətləndirdiyi kimi. Sonra 8-ci bəndə baxsaq, yenə də Davudda burada deyilir ki, Davud Rəbbə müraciət etdi. Və çox xoşuma gəlir ki, 1-ci Şamuel, 2-ci Şamueldə harda ki, deyilir ki, Davud özünü Rəbdə qüvvətləndirdi. Davud Rəbbə müraciət etdi. Bu, növbəti addımdır. Harda ki, Davud Tanrının məsləhətini, iradəsini və istəyini axtarır. Onun üçün Rəbbə müraciət edir. Və Davud öz Rəbbinə, xilaskarına müraciət edir. Və çox xoşuma gəlir. İlk dəfə və yeganə dəfə Davud Rəbbə müraciət etmədi, nə vaxt ki, öz evinin damında idi və gördü bir qadını ki, çılpaq vəziyyətdə və Davud da öz adamlarına dedi, gedin yoxlayın o kimdir, hansı qadındır ki, o cür vəziyyətlərdə biz cismani təbiətə uyduğumuz zaman ruhani şeylər kənarda qalır, Rəbbə müraciət etmirik. Amma burada 1-ci Şamuel 30-cu fəsildə 8-ci bənddə Davud Rəbbə müraciət edərək dedi ki, bu basqınçıların arxasınca düşsən, onlara çatarammı? Rəbb ona dedi, ardlarınca düş, mütləq onlara çatacaqsan və mütləq əsirləri qurtaracaqsan. Və burada görür ki, bir gənc Misirli ki, Amaliklərin deməli, çadırından gəlir və o, həmin o Misirliyə deyir, bilirsənmi, bizim qadınlarımızı və uşaqlarımızı hara aparıblar? Və o da deyir ki, bəli. Sonra 17-ci bənddə Davud deyilir ki, tapır. Bir Davud gün batandan ertəsi günün axşamına dək onları qırdı Amalikləri. Və deyir, dəvələrə minib qaçan 400 nəfər gəncdən başqa heç kim canını qurtara bilmədi. O, Amaliklərin apardığı hər bir şeyi və 2 arvadını bütövlüklə qaytardı. Və qaytarır qadınları və uşaqları. 600 adamı var idi Davudun. Və 400-ü onlardan getdilər döyüşə. 200 nəfər qalmışdı düşərgədə qadınlarla. Niyə? Çünki onlar yorğun idilər. Və deyir ki, onlar çox zəif idilər. Və onlar əldən düşmüş vəziyyətdə idilər. Bəzən özüm haqqında düşünürəm ki, mən nə qədər əldən düşmüş ola bilərəm ki, gedib
arvadımı, uşaqlarımı qurtarmaq üçün gücüm olmasın. Amma bu fikir ağlımda idi ki, onlar çox yorğundur, siz gedin, biz qalaq, deməli bu ərazidə, bizor ərazidə və ayaqlarımızı suda isladaq və biraz dincələk. Yox, amma məsələ elə deyildi. Onlar ruhdan düşmüşdülər, taqətdən düşmüşdülər. Ola bilsin həm fiziki olaraq, əqli cəhətdən, emosional cəhətdən, ruhani olaraq onlar artıq növbəti addımı atmaq üçün gücləri yox idi. Davud onlara dedi, siz qalın burada, bizim əşyalarımızla biz gedək, qadınlarımızı qaytaraq. 400 nəfərlə Davud gedir və qayıdır mübarizədən. Və ilk olaraq qaydandan sonra, hər şey gətirəndən sonra deyilir ki, Davuda ki, sən gedib döyüşdə hər nə qəniməti qazanmısansa, onu yalnız 400 nəfər səninlə gedənlər arasında bölüşmə, amma arxa cəbhədə 200 nəfərlə də tam olaraq bölüş, onları bunu qazanmasalar da. Və düşünün ki, biz bu halda qazanmalı olsaydıq nəyisə, xilasımızı və ənamı Tanrıdan qazanmazdıq. Və burada Davuda o 400 nəfər deyir ki, bunlar bizimlə gəlmədilər. 23-cü bənddə Davud onlara cavab verir. Davud onlara dedi ki, xeyr, qardaşlarım, Rəbbin bizə verdiyi şeylərə belə etməyəcəksiniz. Çünki bizi qoruyan Rəbdir və üstümüzə gələn basqınçıları O bizə təslim etdi. Belə ki, Davud 400 nəfərə deyir ki, hələ bilirsiniz ki, siz bu mübarizədə qalib gəldiniz. Yox, Tanrı bu qələbəni bizə verdi. Ona görə də biz qənimət aldığımız hər nə varsa, bunu hər kəslə bölüşəcəyik. Yəni, arxa cəbhədə qalanlar və ön cəbhəyə gedənlərlə birlikdə bərabər bölüşəcək. Nəyə görə mən bunu deyirəm? Son olaraq, bu bizim prinsipimizdir. Bu bizim Davudumuz, Davudun oğlu, İsa Məsih, Qalqota çarmıxında hər birimiz üçün ayrıca eyni bir ənamı verdi. Döyüşdən alınan qənimət hər birimiz arasında bölündü. Yalnız güclülər arasında yox, amma eləcə də zəiflər arasında. Yalnız gedib xidmət edənlər arasında deyil, amma eləcə də gedib xidmət edə bilməyənlər arasında. Yalnız öz ayaqlarını düşmən arasında qoyanlar arasında deyil, amma eləcə də arxada qalıb öz dizləri üstündə dua edən insanlar arasında bu qənimət bərabər şəkildə bölüşür. Və İsa Məsih bizim üçün bunu etdi. Bəzən biz düşünürük ki, o ən yaxşı xeyir-dualar, ən həqiqi qənimətləri Tanrı öz övladlarına verəcək. O kəslərə kim ki, mükəmməl bir döyüşçüdür və xidmətçidir. Amma yox. Bu, bəlkə bəzilərimiz kim ki, üzü qoyulu torpağa, palçığa düşmüşük və uğurlu olmamışıq, amma Tanrı, Rəbb İsa Məsih Qalqotada gördüyü işi bizim hər birimizlə bölüşür. Zəiflə də, güclü ilə də gedə bilən, gedə bilməyənlərlə xidmət edə bilən və hansısa səbəbdən xidmət edə bilməyənlər arasında Davud dedi ki, hər kəs düşməndən aldığımız qənimət bərabər şəkildə bölüşəcək. Və İsa Məsih deyib, mənə gəlib iman edən, mənə etibar edən hər bir şəxsə mən bu xilası verirəm. Belə ki, bizim bugün hər birimiz İsa Məsihin salihlik payını bərabər şəkildə almışıq. Hər birimiz Məsihdə tamıq, mükəmməli. Bəzən yeni imanlıya baxıb deyirik ki, bir gün sən də mənim kimi olacaqsan. Mən artıq İsa Məsihdə səmavi taxta əyləşmişəm, amma sənin adın hələ də həyat kitabında yazılmayıb. Sən hələ bura çatmaq üçün uzun yol getməlisən. Xeyr. O məqam, o an ki, kimsə İsa Məsihə iman edir, ona etibar edir, Tanrı deyir ki, bax, budur, həmin o məqamda sən kamilsən. Sən mükəmməlsən və hər neyin varsa, hər neyi mən onlara ölümüm, dirilməm və göyə qaldırılmam vasitəsilə versəm, İsa Məsihdir, bu eləcə də onlarındır. Və fərqi yoxdur. Kim çox xidmət edib, kim az xidmət edib. Fərqi yoxdur. Və bilirsiniz, hekayənin sonunda Davud nə etdi? Davud bir bəyannamə etdi və bir heykəl qaldırdı. Dedi ki, bu cür hər zaman olacaq. Yadımdadır, Pastor Shaler deyirdi ki, son dəfə biz Pastor Stevens'dən sonuncu Grace Hour radiosunu keçirəndə, onun sonuncu sözlər canlı olaraq yayımlananda Pastor Stevens müjdəçilikdən danışırdı və onun qırıq-qırıq sözləri ilə o sadəcə dedi, qəlblər. O dedi, mən bunu artıq özüm edə bilmirəm. Əgər edə bilsəydim, edərdim.
Amma əgər edə bilsəydim, And you know qəlbləri what? udmaq üçün yenə də gedərdim. Pastor Stevens dedi. Və Və bilirsiniz, biz deyə bilərdik ki, Pastor Stevens, biz bunu indi edə bilərik. Mən artıq çox xəstəyəm, çox zəifəm, gedə bilmirəm. Bilirəm ki, dünyəvi həyatımın sonuna çatıram. Amma bilirsiniz, fərqi yoxdur. O, eyni qənimətdən, eyni paydan mənimsəyir, ondan faydalanır. Necə ki, digər insanlar ki, gedirlər missiyalara, çölə. Çünki Davud oğlu İsa Məsih bunu əminliklə təşkil etdi ki, hər birimiz ona iman edənlər Qalqotada qazandığı bitirilmiş işin salihlik payını hər birimiz bərabər şəkildə alaq. Amin.